Heç nəmli şəkərbura dadına baxmısınız? Baxın, əlimdə kəsdiyim mağazadan alınan bir şəkərburadır. Həm çətin kəsildi, həm də içi oxalanır şəkəri. Evdə hazırlanan isə baxın, belə sulu və nəmli olur. Günlər keçsə də belə boyatmır və yumşaq qalır. Deməli, bizə nə lazım olacaq? 200 qram kərə yağı götürürük. Bəli, ancaq kərə götürün. Marqarindən o effekt olmayacaq. Xəzəyaşka yağ unudur məndə. Un əlavə elədim. Yağlı xamam və umaç hazırlayıram. Daha sonra 2 ədəd yumurta götürdüm. Məndə kənd yumurtasıdır və rəngi xəmirimin sarı olacaq. Bəlli ki, ev üçün hazırlayıram deyə rəng o qədər də önəmli deyil. Əsas keyfiyyətdir mənim üçün. Əsas keçək məsələyə. Sirrimiz isə bu. Yumurtalarımızın ağını əlavə edirik içliyimizə. İçlik istədiyiniz götürə bilərsiniz. Fındıq, qoz, badam şəkərlə birə-bir qatılır. Yumurtanın ağını qarışdırırıq ki, içindəki şəkər tamamilə ərisin və belə bir nəmli kütlə olsun. Xəmirimizdən biraz götürüb açırıq, kütləmizdən də qoyuruq içinə, içliyimizdən daha doğrusu və kənarlarını bükürük. Günəş kimi sarı olub xəmirim, yumurtaya görədir. Bacardığım qədər kənarlarını bükməyə çalışdım. Peşəkar deyiləm. Amma düşünürəm o qədər də pis alınmadı. Və keçək əsas məsələyə, mənim maqqaşım çox bərbaddır. Heç yaxşı naxış qoymur. Amma çalışdım, nəsə ortaya bir şey çıxardım. Hər il deyirəm ki, yaxşı bir maqqaş alacağım. Bu ildə olduğu kimi qismət olmadı. Hazırladıqdan sonra şəkərbularımızı sobada bişiririk. Altını bişiririk, üstü isə mümkün qədər ağ qalmalıdır. Məndən bu qədər. Hər kəsə tövsiyə edirəm. Hazırlayın, bir dəfə siz də dadına baxın. Çox qəşəngdir.